Allahın salamı olsun dəyərli izləyicilərə. Bildiyiniz kimi bir müddətdir müxtəlif mövzularda söhbətlərimiz olub, amma get-gedə daha dərin və bizə qaranlıq qalan, dünyanın gedişatına uyğun, aktual və ciddi mövzular əsasında da məlumat toplamalı olduğumuzu düşünürəm. Odur ki, bugün belə bir mövzunu lazım bilib sizlər üçün də hazırladıq. Mütləq məlumatlarınızı artırmaq və digərlərinin də faydalanması üçün bizi sonadək dinləyin. Fitnə. Bugün biz fitnə və onun mahiyyətini İmam Əli əleyhissalamın fikirlərinə əsasən açıqlamağa çalışacağıq. Ümumiyyətlə, fitnə nə deməkdir? Fitnə lüğətdə müxtəlif mənalarda gəlib, məsələn, imtahan, sınaq mənasında və həmçinin qızılın yaxşı və pis xüsusiyyətlərini üzə çıxarmaq üçün odda yandırmaq mənasında da istifadə edilir. Bu söz və onun törəmələri Qurani Kərimdə dəfələrlə qeyd edilmiş və müxtəlif mənalarda işlənmişdir. Məsələn, bəzən imtahan və yoxlamaq mənasında, bəzən aldatmaq, bəzən bəla və əzab, bəzən azmaq, şirk və bütpərəstlik mənasında. Amma görünür bütün bu mənalar demək olar ki, eyni məna anlayışına qayıdır. Çünki bu söz hansısa təzyiq və intensivlik olan hər bir halda işlənir və adətən şiddətə məruz qalan imtahan və əzab, hilə kimi bir növ şiddəti nəzərdə tutan şirk mənasındadır. Gəlin birgə baxaq fitnənin xüsusiyyətləri nələrdir? Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağənin 93-cü xütbəsinin əvvəlində gələcəyin bəzi acı hadisələri və müsəlmanların başına gələcək fitnələrdən xəbər verir və onun davamında fitnə haqqında ümumi qanunlara işarə edir. İlk olaraq bunu deyə bilərik ki, fitnələr ortaya çıxanda özlərini həqiqət kimi örtbasdır edir. Arxa çevirəndə isə öz fitrətindən olan insanlara xəbər verir. Buna görə də fitnəçilər müxtəlif hilə və təbliğat və media vasitələrindən istifadə edirlər. Bəzən isə haqlı və məqbul ictimai, siyasi və dini xidməti olan insanları götürərək yalanı həqiqət kimi göstərməyə çalışırlar. Bu çox zaman bəzi dünyada baş verən mühüm hadisələr zamanı və hətta hadisələrdən sonra demək olar ki, daha çox istifadə olunur. İmam Əli əleyhissalam fitnənin xüsusiyyətlərindən birini şək və qeyri-müəyyənliyə əsaslanaraq təqdim edir və fitnəyə təhrik edənlər şübhəli və qeyri-müəyyən məkanlardan maksimum istifadə etdiyini açıq şəkildə bildirir. Digər cəhətdən, fitnə gələndə naməlum olur və insanlar fitnəyə düşdüklərini anlamırlar. Lakin getməyə arxa çevirəndə onların fitnədə olduqları məlum olur. Çox mühüm siyasi ictimai məqamdır ki, fitnə başçıları və cinayətkar mənfəətpərəstlər insanları öz arxasınca çəkmək haqqının saxta simasında öz mahiyyətlərini gizlədirlər. Lakin məqsədin atına minəndə əsl üzlərini göstərirlər və bu tədricən onların məhvinə səbəb olur. Bu səbəbdən haqq tərəfdarları fitnənin haqlı və yalançı simalarına aldanmamaq, təəccüblənməmək üçün hadisələrə həmişə diqqətlə və ayıq baxmalıdırlar. Belə hallarda hər hansı səthilik və əsassız xoş niyyət itkilərdən başqa heç nə gətirməyəcəkdir. Və bu fitnələr külək və tufan kimidir ki, bir şəhərə və ya bir ölkəyə dəyib fitnə fəsad törədir, başqa şəhərlərdən və ya ölkələrin yanından keçib onlara zərər verməyə bilirlər. Yəni, bəzi yerləri zədələyib, bəzilərinin yanından keçirlər. Çünki bütün yerlərdə fitnələrin yaranması və yayılması üçün əsaslar eyni deyil və bir yerdə mövcud olan və başqa yerdə tapıla bilməyən çoxsaylı və mürəkkəb amillərə malikdir. Əslində, fitnəni dəniz dalğasına bənzətmək olar. Qayalıqlı dəniz sahilində üzən şəxs nəhəng dalğanın ona doğru gəldiyini vaxtında müəyyən edə bilməlidir ki, ona qarşı lazımi reaksiyanı versin və özünü hazırlıqlı etsin ki, həmin dalğalar qayalıq sahilində ona dəyməsin. Amma vaxtında tanıya bilməsə, dəniz dalğaları onu qayalara çırpıb məhv edəcəkdir.
Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağənin bu xütbəsində və digər xütbələrində böyük bir tarixi ictimai sirdən pərdəni götürmüş və fitnənin xüsusiyyətlərini tamamilə təsvir etmişdir. Və tövsiyə edir ki, nə vaxt fitnə vaxtı gəlsə və onun təzahürləri görünsə, olduğunuz yerdə qalın və çəkinməyin. Hər tərəfli öyrənmədən bu oyuna girməyin. Çünki fitnə gizli və aşkar olmayan keçid və yollarla daxil olur və gizli əllərlə hidayət olunur. Yəni imam demək istəyir ki, ayıq olun. İnsanların ortaya saldığı vəlvələ, qarışıqlıq, qəsdən söz-söhbət, dava-dalaş kimi fitnələrinə aldanmayın. Biz bütün hadisələri peyğəmbər və imamlarımızın rəftarlarından, onların gözəl əxlaqından yararlanaraq, onlara bənzəyərək təhlil etməliyik. Fitnə gələndə yeniyetməlik çağındakı olan gəncə bənzəyir. Çox təzə, cəlbedici və şəndir. Heç kim ondan qorxmur və özünə təhlükə hiss etmir. Yeniyetmə kimi fitnə günü-gündən böyüyür, cəmiyyətdə yayılır. Onun qarşılaşmaları, təsirləri təsir göstərməyən, ətrafdakı duyğu və hisslərdən təsirlənməyən daş kimi görünür. Əksinə kövrək və sarsıdıcı zərbələrlə ətraf mühiti zədələyir, zəhərləyir. Zalimlar və fitnəçilər bir-birlərindən aldıqları imtiyazlar, gözəl nəticələr müqabilində bu fitnəni alver edib bir-birinin ixtiyarına buraxır və meyit üstündə döyüşən itlər kimi bir-birinin həyatına girib onu məhv edirlər. Fitnəçilər cəmiyyəti çaşqınlığa və böhrana salmağa qərar verdikdə aldadıcı şüarlarla özlərini batilə haqq donu geyindirir. Müxtəlif hilələrlə, hər cür ittiham və sui-qəsdlərlə haqqın üzünə hücum edir, onu çirkin göstərirlər. Xalqın haqq hüquq duyğusundan istifadə edib xalq arasında onların çirkin və pis planlarını yaymaq üçün. Ona görə də cəmiyyətdə fitnə baş verəndə insanlar bunu tanımır və bunu müsbət qarşılayıb dəstək verə bilərlər. Amma fitnə atəşi söndükdə, qüdrətini itirdikdə pərdələr götürülür və onun çirkin siması cəmaata görünür. Bunlar fitnənin mahiyyəti haqqında idi ki, məlumatlandıq və mövzumuzun davamı olaraq İnşallah yaxında gələn mövzuda onun yaranma amillərini, onunla mübarizə aparmanın yollarını öyrənməyə çalışacağıq. Bizimlə qalın.